Tələbəm Şamil bəylə ilk dəfə yola çıxırıq. Şamil bəy, bu bizim sizinlə ikinci dərsimiz, düzdürmü? Bir dərs meydan ətrafında keçdik səninlə. İkinci dərsdə meydançada biraz dönmə qaydalarını işlədik, adaptasiya olduq yola. Sonra çıxdıq, düzdür? Sağını yandır, biraz artıraraq keç sağa. Ay, bırax, torumuzu bırax. Söndürüşümü. Davam elə. Düz gedəcəksən sən. Hə, biz səninlə amma ilk dəfə yola çıxırıq. Özün necə seçirsən? Yaxşı. Eşə qaydasında əhsən sana. İndi bax, görsən burada yol verilişi var. Dönmə işinin yanında sağa doğru. Qələbə dairəsindəyik hal-hazırda biz. Soldan gələn yol verək, sağa doğru gedəcəyik biz. Gəl. Biraz yüngül qaz ver. Biraz yüngül qaz ver. Sağa çəkərək gedək bax. Kənar sazdılar, çək. Sağdan gələnlərə diqqət elə. Bax, yanında dolma məntəqəsindən çıxanlar bizi gözləmirlər. Bax, sağını yandı qoy. Yandır. İndi bax, sola bax. Traktör kəsilmişsə gözləmə gir. Kəsişirsə gözləmək lazımdır. Bu piyadəni gözləyək. Gedək yavaş-yavaş. Sür, bir balaca artıraq. Artır. Bir balaca artır, narahat olma. Aferin sənə. Bırax torumuzu sən bırax. Əhsən. Bax, bu şəkildə. Solunu yandırın deyə. Biraz artır ki, sol zolağa. Zolaq dəyişərkən sola və yaxud sağa. Biraz sürəti artıraraq keçmək lazımdır. Amma qabaqdakı maşınla məsafəni nəzərə almalısan. Əlaçı, bu sənin hələ ilk dərsindir. Əllər maşallah 109 istiqamətində. İnşallah sən əla sürücü olacaqsan. Təzə dərsə başlayanda, ilk dəfə yola çıxanda biraz həyəcan olmağı təbiidir. Biraz narahatçılıq ola bilər, stres ola bilər. Bunlar təbiidir, atladacaqsın və sənin bacarığın və potensialın var. Birbaşa mən ikinci dərsdən sən yola çıxartdım. İnşallah əla sürücü olacaqsın sən, narahat olma. Biraz artıraq, biraz artıraq, biraz artır sürətindən. Artır, narahat olma, artır. Arkadaşın maşına bax, çox yaxındır bizə. Artır ki, qabaqda boşluğumuz var da, arxadan gələnlər də müasirləyəməyək də, lüzumsuz aşağı sürətə sürməyək. Bir balaca da artır, cüzü. Afərin. İndi solunu yandıracaqsan, köprünün oradan sola dönəcəyik. Mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir.